Astanaya ezam olunan əməkdaşımız Fərid İskəndərov var. Fərid, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Fərid, samitin gedişi ilə bağlı ən son məlumatları öyrənmək istəyirik. Bir də Dağlıq Qarabağ münaqişəsinə dair hansı fikirlər səsləndirilib? Dağlıq Qarabağ münaqişəsinə dair bundan əvvəlki materialda deyildiyi kimi Fransanın Xarici İşlər Naziri François Fillon və Almaniyanın kansleri Angela Merkel danışdı və orada səslənilən fikirləri dedilər. Bundan əlavə Hillary Clinton'un mən bəyanatına diqqət yetirmək istəyərdim. Əvvəlcə Qarabağa dair bəyanatına bir diqqət yetirək. Hillary Clinton əvvəlcə Gürcüstandan başladı və orada münaqişələrin həll olunmasının vacibliyini vurğuladı. Eyni zamanda bir məsələyə diqqət yetirdi ki, münaqişə vaxtında ATƏT-i Gürcüstana buraxmadılar və bundan sonra əgər onlar sülh istəyirlərsə, münaqişənin həllini istəyirlərsə, ATƏT Gürcüstanda olmalıdır. Bunun ardınca Clinton Qarabağa dair fikirlərini bildirərkən dedi ki, münaqişənin həlli Helsinki yekun aktına əsaslanmalıdır. Bir, ikincisi əsaslanmalıdır həmsədr dövlətlərin Akvila bəyanatına və bundan əlavə yaxud bunlardan birini nəysə, hansısa bir bəndi seçmək mümkün deyil. Akvila bəyanatının bildiyiniz kimi 6 bəndi var. Hillary Clinton deyir ki, Helsinki aktı və Akvila bəyanatı birgə götürülməlidir. Əks halda heç bir fayda və davamlı sülh ola bilməz Qarabağ münaqişəsində. Bundan əlavə Hillary Clinton Gerald Ford'un 1975-ci ildə Helsinki aktı imzalanarkən dediyi bəyanata diqqət çəkdi. Ford orada demişdi ki, Paris bu konfransı bugün və burada dediklərimiz deyil, sabahki əməllərimizlə, burada verdiyimiz vədlərlə deyil, o vədlərə əməl eləməyimizlə qınayacaq, yaxud qiymətləndirəcək istənilən halda. Bundan əlavə, biz Moldovadakı vəziyyətə də toxunmaq istərdik. Hillary Clinton dedi ki, Moldovadakı məsələ mütləq sülh yolu ilə həll olunmalıdır, eyni zamanda Moldovadakı qoşunlar çıxarılmalıdır. Və Clinton bu bəyanatını Qazax şərhçiləri, eyni zamanda bura gələn nümayəndə heyətlərinin üzvləri, onlar belə qiymətləndirir ki, bu xüsusən bizdə də, yəni Seferi kanalında bu xəbərlərdə bundan əvvəl gedən materialda olduğu kimi Dmitri Medvedevin bəyanatına cavabdır. Eyni zamanda münaqişənin dondurulmuş münaqişələrə dair Amerika Birləşmiş Ştatlarının ortaya qoyduğu mövqeyidir. Bundan başqa Hillary Clinton ATƏT-in möhkəmləndirilməsi məsələsinə münasibət bildirdi. Dediyimiz kimi Rusiya təklif edir ki, ATƏT konkret cavablar formalaşdırsın bütün münaqişələrə. Clinton isə deyir ki, cavab formalaşdırsın və bunun əməli şəklin müəyyənləşdirsin. Yəni, hansı hallarda hansı cavablar verilməlidir münaqişələrdə, yaxud digər problemlərdə, eyni zamanda hansı formada güc istifadə olunmalıdır. Clinton tələb edir ki, bunlarda dəqiqləşdirilsin, müəyyənləşdirilsin. Bu qədərliyli. Aydındır Fərid, çox sağ ol ətraflı məlumatın üçün minnətdarıq. Xatırladım ki, telefon bağlantısında Astanaya ezam olunan əməkdaşımız Fərid İskəndərov idi.